ABC üsbucağında BK mediandır. Perimetr ABC 25, BK 6.5, AB isə BC-yə bərabər olarsa ABK-nın perimetrini tapın. Bərabər yanlı üçbucaqdır. Deməli ABC. Burada yan tərəflərə biz A olaraq işarə etsək, ABC-nin BK median olduğu üçün tərəfi də yarı bölüb. Burada da hər ikisinə B olaraq işarə etsək, 2A üstü gəlsin 2B böyük üçbucağın perimetridir və bu 25-ə bərabərdirsə, hər tərəfi 2-yə bölsək, A üstü gəlsin B bərabərdir 12,5 alarıq. BK 6,5 olduğu üçün AB BC bərabər bizə ABK-nın perimetri tələb olunur. ABK-nın perimetri A üstə gəlsin B üstə gəlsin 6,5-dir və bu da bərabərdir A üstə gəl B 12,5 olduğu üçün üzərinə də 6,5 gəlsək, deməli 18-19 alarıq.